Show Biznesin Qazanı rubrikasında sizi xoş gördük. Mən belə işlərə çağırın ki, gəlim yeyim, içeyim, düzəldim, çıxım gedim. Evdə özün hazırlayırsan, yoxsa sən də bəzi müğənnilər kimi o hazır yeməklərdən yeyirsən? Ən çətin yemək deyil, plov. Bir arada evlənməyin barədə söz gəzdi. Allah bütün hamını xoşbəxt eləsin. Nişanlı değildi. Rəvanın bıçaq tutması, doğraması, pomidoru, soğanı bilinir ki, adam işi bilir. Bəzi ifaçılar var ki, gətirirsən sıfırdan oxuyursan duet, səhərsi günü istəyirsən aldığın qonorar alasan, icazəni biz verməmişik, öz ailəsi var. Gecə saatlarında 3-də, 4-də yığmısan atana kata. Mənə təcili pul lazımdır. Yox, elə bir şey olmayıb. Bu işi mən özüm birinci dəfə görürəm. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Salam əziz tamaşaçılar, bugün Maqazin Plus verilişində Show Biznesin Qazanı rubrikasında sizi xoş gördük. Müğənni qonağımız isə Rəvan Qarayevdir. Rəvan, zəhmət olmasa gəl bura. Necəsən Rəvan? Çox sağ ol. Eşidilmir də orada nə danışırdım, qoy təzədən danışım. Hər vaxtınız xeyir olsun, çox sağ olun. Mən belə işlərə çağırın ki, gəlim yeyim, içeyim, düzəldim, çıxım gedim. Çox sağ olun. Yeyib içməkdir. Əsas bəli. Amma nədənsə mən Rəvanı birinci dəfədir mən sən mətbəxdə sanki görürəm. Yoxsa bundan əvvəl mətbəxlərdə o müsahibə verə-verə bu həm show biznesin qazanın qaynada, həm bu cür. Birinci dəfədir sizin verilişdəyəm, amma mətbəx verilişlərində çox olmuşam. Son zamanlar azalıb mətbəx verilişləri, amma qabaq çox idi. Əsas odur bacarırsan. İndi özüm tək yaşayıram da hələ ki. Yəqin ki Evdə özün hazırlayırsan, yoxsa sən də bəzi müğənnilər kimi o hazır yeməklərdən yeyirsən? yox. Sifariş. Yalan deyəcəm ki, hamısını özüm hazırlayıram. Yox. Axşamlar məcburiyyət qarşısında qalıb nəsə düzəldirəm də özüm üçün yüngül. Bugün bizim sponsorumuz Gülnur düyüsündən yemək hazırlayacağıq, plov hazırlayacağıq. Bacaracaqsan? Ən çətin yemək deyil plov. Əslində plov belə baxırlarkən düyünü qoyulur, nə bilim, qaynatdın, amma çox çətindir ya. Yəni o düyülər diri-diri olmalıdır, vaxtında götürməlisən, dəmi yaxşı olmalıdır. Bizdə musiqidə dəm verəndə deyirsən dəm ver. Bizdə dəm odur. Kökü verirsən də oxuyursan. Ha düyün özündən də çox şey asılıdır. Gülnur. İndi baxacağıq da sonda. Başlayaq. İlk olaraq soğanla başlayırıq. Sizə bir dənə salat düzəldəcəm. Hələ plovu demirsən. O operatorlar verilişdən sonra kef eləyəcək. Deyirlər Rəvanın başı məclislərə qalır. Şükür Allah xalqımıza hər zaman toy qismət eləsin. Bir dostum var, deyir ha, hara baxıram sənsən. Deyəsən səndən 3-4 dənədir. Deyirəm yox, bir dənə mənəm. Sadəcə qrafikimi elə bölürəm ki, gecədən mən səhəri olan qrafikimi yazıram. Mənim kitabım var maşınında. Səhəri olan bütün saatla, yəni gecikməmə şərti ilə qrafiki yazıram ki, çatdırım. Bir arada evlənməyin barədə söz gəzdi. Hətta efirlərdə belə özün açıqlama verdin ki, mən nişanlıyam, evlənəcəm. Amma yenə də Rəvan onu dedi və o söhbət bağlandı. Yox, mən elə hamısını demişəm dostların, heç vaxt demə. Allah bütün hamını xoşbəxt eləsin. Allah səni də xoşbəxt eləsin. O gün olsun sənin toyunda özüm gəlim şəxsən iştirak eləyim. Bax, bu açıqlamanı Rəvan verdi. Və burada deyirəm, saxlayasan bu kadrı. Heç vaxt demirəm. Çünki həyat bilirsiniz, mən cavan olanda, məsələn, cavan elə bilərlə qocalmışam. Məsələn, 10 il bundan əvvəl tam başqa bir söz deyirdim ki, tək qalaram, hörmətli tamaşaçılar. Amma zaman vaxt keçdikcə, yaş üstünə yaş gəldikcə, o qocalıram hansı ki oxudum, doğrudanmı qocalıram? Düşüncən dəyişir. Hə. Qocalandan sonra da bir dənə mahnı oxudum, sənə məktub yazıram. Sonra kimlər? Hamısını ünvanlayıb. Ən sondakı oxudum, kimlər bilir nələr çəkdim. Ömür boyu isə orada öcə gördüm ki, bu nədir? Bu tək qalmaq nə deməkdir? Yəni planlayıram gələcəkdə. Nişanlı değildi. Mən hələ ki yox. Yox, nişanlı değildin. Onda bəs o açıqlamanı niyə verirsən? Demişəm ki, nişanlıyam. Bəlkə qorxduğun o qızlardı ki, məndən uzaq olsun. Sanki uzaqlaşdırırsan. Yox, bilirsiniz nə təlim, mən sizə bir dənə söz deyim. Mən elə bir adamam ki, mən hər şeyi yeri-yerində eləyən bir adamam. Rəvanın bıçaq tutması, doğraması, pomidoru, soğanı bilinir ki, adam işi bilir. Gör neçə ildir mən özümə arada bu işləri görürəm. Səndə nələr var? Sən show biznesdə ortada belə gəzirsən, nə öndə, nə arxada, ortada. Amma çox yaxşı bu qaynadır qazanları, özü də kənarda durur. Çünki neçə dəfə müsahibəm olub Rəvanla. Rəvan elə açıqlama verib ki, sanki heç nə demir. Amma həmin açıqlama sosial şəbəkələri partladı. Amma mən bir dənə söz deyim də sizə, mən hələ ki planda
Elə bir şey yoxdur. Nəcəb, o duet oxuyan kişi müğənnilərimiz var, xanım müğənnilərimizlə duet oxuyur. Sənin amma yanında hansısa Yoxdur. Heç vaxt olmayacaq. olmayacaq heç vaxt. Niyə? Niyə lazımdır ki? Nəyimə lazımdır ki? Bəzi ifaçılar var ki, gətirirsən sıfırdan oxuyursan duet, səhərsi günü istəyirsən aldığın qonorar alasan, 25 ildə işləyib əziyyət çəkmişəm. O qonorarın yarısını istəyir alasan. Bu fakt deyil, belə neçə dəfələrlə olub. Çox müğənnilərdə olub. Ona görə də sakit başım özüm üçün oxuyuram. Salatım hazırdır. Keçirik Gülnur düylərinə. Rəvan, bəs eləyər bu bizə? Bəsdir bizim plovumuz üçün. Çoxdur bu. Neçə nəfərlik? 1, 2, 3, 4. Hələ var, hələ yeyəcəklər. Bu dadı dadmayanlar qalacaq. Super idi. Elə düyü var, iynirsən meşok iyi gəlir. Qaldığı meşokun iyi gəlir, amma bu həqiqətən gəlmir. Qəşəng iyi var. Çıxacaq bundan. Dadacağıq. Sona kimi baxın. Yəni dəqiq deyəcəm də bilirsiniz ki, mən sizə anlatmaram. Dəqiq deyəcəm, yaxşıdırsa deyəcəm, bişirin. Amma inanıram ki, iynən artıq bilirəm ki, yaxşıdır. Birinci suyun qoyacağıq yoxsa? Birinci bunu suya töküb qaynadırıq. Görürsən? Rəvanın sayəsində öyrənəcəm. Məndən öyrənir hamısı. Rəvanın sayəsində öyrənəcəm. Plovumuzun düyüsü qaynasın, o qaynamağında olsun. Biz də Rəvanla şou biznesin qazanını qaynadacağıq. Rəvan, maşallah, bacınız da gəldi sənətə. Hə, təzə başladı ifaçılığa. Yəni özünə məxsus janrda ifa eləyir. Yəni bu toy mahnıları oxumur. Bəstəkar mahnıları oxuyur, müəyyən mahnılarını özü yazıb. Normal, Amma yaxşı. deyim ki, bəzi müğənnilər də gələndə ilk janrını başqa eləyir, sonradan toy mahnılarına keçir. Toy mahnıları da indi biz bu işi görürük də. Yəni o da o bir iş görsün. Ümumiyyətlə icazə verərsiniz toylara? Yəni əslində o icazəni biz verməmişik. Öz ailəsi var, o tərəfdən gəlib icazə. Biz əvvəldən verəsi olsaydıq 15 il bundan əvvəl oxuyardıq. Bacınıza hansı məsləhət verirsiniz ki, məsələn bu ola bilər, bax budur. Çünki görmüş bir Düz, doğru sualdır. Onun bütün ən böyük üstünlüyü ordadır ki, avantajı. Biz ona hansı səhvləri etmək lazım deyil, şou biznesdə, musiqidə, aranjmanda, sözlərdə onların hamısını deyəcək, başa salacaq. Hansılar ki, özüm etmişəm. Sonradan demişəm ki, kaş ki, bunu etməzdim. Rəvan, olub gecə saat neçədəsə, bir gecə saatlarında 3-də, 4-də yığmısan atana kağıda, mənə təcili pul lazımdır və ya filan problem çıxır. Yox, elə bir şey olmayıb. Onu xatırlamıram. Verilişimizin vaxtını nəzərə alaraq tamaşaçılara tam hazırlanmasını göstərə bilmədiyi təəssüflər ki, amma belə görəcəksiniz. Rəvan, bunu necə eləyəcəksən? Bax, deməli bunu artıq hazır daşımız. Boşqabı belə qoyuruq. Bu el olmalı ki, bu ortasında olsun ki, dağılmasın. Əslində bu işi mən özüm birinci dəfə görürəm. Amma görmüşəm necə. Məharətini görək. Əla. Gördünüz? Və bizim İdə parfümdən də sizə hədiyyəmiz var. Təşəkkür eləyirik İdə. Bizdə qonaq olan müğənnilər də düşünüb Gülnur düyləri. Sizə 2 dənə bax bu cür gözəl Gülnur düyüsü hədiyyə veririk. Gedib evdə qəşəng bişirib. Gedib özümə bişirəcəm. Çox sağ olun. Təşəkkür edirəm Gülnura. Sizə təşəkkür bildirirəm. Sağ olun. Bu həftəlik bu qədər. Bu həftə qonağımız Rəvan Qarayev idi. İndi hər tərəfli qazanı qaynatdıq o şou biznesdə. Gələn həftə hansı müğənni ilə qaynadacağıq? Onu izləyin. Onu siz bilərsiniz. Hələlik.